haqqında danışırıqsa, deməli, daim də Bakı haqqında öyrənirik, oxuyuruq. Oxuduqlarımızdan biri də Manav Süleymanovun Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim kitabıdır. Yazıcı kitabında yazır ki, 1870-ci ildə Bakıda 41 kənd var idi. Bugün bizim olduğumuz bu kənd də, yəni Keşlə də həmin o siyahıda olan kəndlərdəndir. Tarixi mənbələrdə kəndin adına ilk dəfə 17-ci əsrdə rast gəlinir və Keşlənin əvvəlki adı Qışla və ya Keşlə Qışla olub. Bir versiyaya görə bu söz Keşli tayfasının adından əmələ gəlib. Başqa bir versiyaya görə isə Qışla sözü zamanla təhrif olunaraq indiki Keşlə sözü ortaya çıxıb. Xanlarının atları, mal-qarası, qoyun quzusu bu kənddə saxlanılırmış və deyilənə görə xanlar bəzən heyvanatlarına baş çəkmək üçün qışlaya, yəni indiki Keşləyə gələrmiş. Elə o vaxtdan xalq içərisində belə bir məsəl yaranır. Birini bir yerə tələsən və ya qaçan gördükdə deyərdilər ki, hara tələsirsən? Keşliyə xan gəlir. Bu ev Keşlənin ən qədimi evlərindən biridir. Evi Keşləli qəssab Canı Quliyev inşa elətdirib. 1914-cü ildə inşa tarixi də binanın üzərində həkk olunub. Hazırda bu evdə Canı Quliyevin qızı Zibeydə nənə yaşayır və onun sözlərinə görə atası Canı Quliyev o vaxtı bu evi inşa elətdirəndə hələ Keşlədə 2 mərtəbəli ev olmayıbmış. Gördüyünüz bu su quyusu isə Canı Quliyevin həyətindəki su quyusudur və bu quyunun nə az nə çox düz 111 yaşı var. Elə günü bugün də quyu işlək vəziyyətdədir. Əslində Keşlə kəndi dairəvi, donjonlu bir qalanın ətrafında formalaşıb. Bəli, Keşlə qalasından söhbət gedir. Həmin qala 16-cı əsrdə inşa edilib və deyilənə görə vaxtilə həmin o qaladan yeraltı yolla Şirvanşahlar sarayına yol dolub. Amma çox təəssüf ki, indi o qaladan əsər əlamət yoxdur. Amma biz onun şəklini tapmışıq. Bu şəkli də bizə kənd sakinlərindən Elşən əmi təqdim eləyib. Mən əminəm ki, siz Keşlə qalasının şəklini başqa heç bir yerdə görməmisiniz. Deməli, bu şəkil 1925-ci ildə çəkilib və qalanın yanında 2 keşləli də var. Əlimdə gördüyünüz bu şəkil Keşlə stansiyasının şəklidir. Keşlə stansiyası 1900-cü ildə tikilməyə başlayır və 1901-ci ildə istismara verilir. Yəni, tarixi olduqca qədimdir. Elə əlimdə olan bu şəkil də həmin o tarixdən, o keçmişdən xəbər verir. Keşlənin yeganə məscidi Şah Abbas məscididir. Bu məscid 17-ci əsrdə, daha dəqiq desəm 1606-1607-ci illərdə inşa olunub. Bu məscid ki var, dediyiniz kimi Şah Abbasın adı ilə bağlıdır və 400 illik yaşa malikdir. Şah Abbasın, Allah onun ruhunu şad eləsin, onun dövründən qalıb və Şah Abbasın yadigarıdır. Və Keşlə məscidində demək olar yeganə məsciddir. Nizami rayonunda yerləşən 2 məsciddən biridir. Qeyd elədiyimiz kimi 400 illik yaşı var. Məscid 4 tərəfi də, ümumiyyətlə məscid kvadrat şəklindədir. Hər bir tərəfi 12 metrdən ibarətdir. Və 12 metrin də təbii ki bir simvolik mənası var. O da 12 imama işarə olduğunu bildirir. Məscidin günbəzində də baxsaq biz orada 12 künc görürük. Günbəzin ətrafında. Bu da 12 imama işarədir və məscidin daxilinə biz baxdığımızda görürük ki, məscidin daxilində 4 dənə hücrə var. Bu da qədimdə irfan və yaxud da təsəvvüf əhlinin adətən istifadə elədiyi, dua elədiyi bir zamana ki, insanda olur bəzən istəyir ki, tək dua eləsin,
dərdi olanda Allahla tək qalsın və gizlində Allaha dua eləsin. Onun üçün istifadə olunan bir otaq kimi təsəvvür edə bilərik. Bu məsciddə də biz onu görə bilirik. 4 dənə hücrə var. Bunlardan biri giriş üçün istifadə olunur. Digər üçü isə yenə də hücrə şəklini qoruyub saxlayır. Dediyimiz kimi bu Şah Abbasın dönəmində tikilib. Şah Abbas öz hakimiyyəti dövründə, yəni Səfəvilər dövləti vaxtında deyilənə görə 99 dənə məscid tikdirib. Bu da Allah Təalanın Əsmaül Hüsnasına, yəni Allah Təalanın 99 gözəl adına işarədir. Və həmin Şah Abbasın tikdirdiyi 99 məsciddən biri də elə bu Keşlə qəsəbəsində yerləşən Şah Abbasın adına olan bir məsciddir. Məscidin fərqli bir xüsusiyyətlərindən biri də budur ki, deyilənə görə əvvəllər gün çıxan tərəfdən, gün ki doğurdu, günəşin ilk şüaları məscidin divarına düşdüyü zaman Səfəvilərin simvolu olan Şir-i Xurşid, yəni günəş və şir simvolu məscidin divarında həkk olunurdu, yəni təsvir olunurdu. Sonradan müəyyən müddətdən sonra dəyişikliklərə məruz qalıb, yağış və yaxud da iqlimin təsirindən sonra o artıq aradan getmişdir. Bu günlər biz onu görə bilmirik. Məscidin təmir olunması 2022-ci ildə Cənab Prezidentə müraciət olunub və təmir başlanılıb. 2023-cü ildə də məscidin bərpası tamamilə yerinə yetirilib, restavrasiya olunub, qədim forması qorunub, bünövrəsi bərkidilib, məscidin minarəsi yox idi. Məscidin yeni minarəsi tikilib və 2023-cü il oktyabr ayında müsəlmanların xidmətinə verilib. Və fürsətdən istifadə edərək də biz də dövlətimizə və dövlət başçımıza təşəkkür edirik ki, bu gözəl bu məscidi yenidən restavrasiya eləyərək, təmir eləyərək müsəlmanların xidmətinə vermişdir. Keşlə hamamıdır. Ümumiyyətlə Keşlədə bir hamam olub, yəni söhbət bu hamamdan gedir. 17-ci əsrdə tikilib, amma çox təəssüf ki, bu hamam haqqında başqa heç bir məlumat əldə edə bilmədik. Keşlənin məhəllələrini gəzərkən belə bir ağaca rast gəldik. Üstündə meyvəsi də var. Bayaqdan baxıram ki, bu nə ağacdır, tapa bilmirəm. Amma sonra bizə kənd ağsaqqallarından biri dedi ki, bu püstə ağacıdır və sən demə, vaxtilə Keşlə öz püstəsi ilə çox məşhur olub. Sadəcə Keşlədə az yerlərdə qalıb püstə ağacı. Əvvəllər çox məşhur olub burada. Çox püstə ağacı. Bunun aşağısı 150 yaşı var. Mənim babamın 95 yaşında rəhmətə gedir. Onun atası əkib. Onun atası da 20 yaşında bunu əkərdi. Elə də hesabladı görəcəkdi babam da rəhmətə gedir. Həyətimizdə quyu var. Göl kimi su var tərtəmiz. Həyətdə sulayıram bunları. O kölgəsi bir də nəyə düşən deyər? Yayda həyətdə oturan kölgəlində oturur. Nəyə düşən deyər? Keşlənin tanınmış adamlarından danışırıqsa, Ələsgər Məmmədov, Altay Mirbağır Əlizadə, Bədri Seyidzadə, daha sonra kinorejissor Tofiq Tağzadə, yazıcı Xanımana Əlibəyli, elə Keşlə və Keşləlilər kitabının müəllifi Vəli Məcidovun adlarını çəkə bilərik. Keşlə kəndində deməli bizim tanınmış adamlardan, ziyalılardan biri də Vəli
Məcudov Vəli Həbiboğludur. Onunla məktəbdə bir yerdə oxumuşuq. 201 nömrəli orta məktəbdə. Ancaq çox zəhmətkeş oğlan olub, kasıb ailədə olublar, çox uşaqlıq ailədə olublar. Ondan çox uşaqları olub ailədə. Və 3-cü Simen Şarı Paşa Zavodunda işləyirdi, fəhlə işləyirdi. Günüz də məktəbdə oxuyurdu. Əla oxuyurdu. Bir dənə Hamilton monoloqunu demişdi, ədəbiyyatdan peş vermişdi. Dram dərnəyində çalışırdı. Yox, işləyə-işləyə Meşəşilərin klubunda Dram dərnəyində işləyirdi. Çox bacarıqlı şəxsiyyət. Sonra da ki, axırda kitabı çıxdı bu, Keşlə və Keşlələr haqqında. Mən Keşlə və Keşlələr haqqında kitabı şəxsən Vəli öz xətti ilə mənə bağışlayıb, hədiyyə verib. Bizim evindən bir balaca yuxarı tərəfdə olurdular. Biz tez-tez görüşürdük, gelirdik. O şairlər məclisində olub. Nəysə də çox ziyalı insandır. Özü fəhləlikdən çıxıb, böyüyüb, sadə insandır da. Ay özünü çəksəm, ay mən yazacağam. Doktor, elmlər doktorudur. Fəlsəfə elmləri doktorudur. Bizim Keşlə kəndi haqqında bütün məlumatları, onun ziyalıları haqqında, ağsaqqalları, hamısı. Mənim babam haqqında da burada Əliyev Səttar haqqında da burada məlumat var. Bütün hamısının haqqında məlumat var. O kimi kitab mənə çox əzizdir, doğmadır. Mən belə qoruyuram. Keşlənin tanınmış adamlarından danışırıqsa, təbii ki, Dəyirmanlar kralı Ağabala Quliyevdən də danışmalıyıq. Yəqin ki, onu tanıdınız. Tanımayanlar üçün deyim ki, Ağabala Quliyev 1862-ci ildə Keşlədə doğulub. Olduqca kasıb olan ailənin 3 oğlu olur. Ağabala, Sadıq və baba. Atası Hacıqulu tənəkçi olub. Anası Mələknisə isə evdə qutab bişirib böyük oğlu Ağabala ilə bazarda satarmış. Bir müddət sonra ailə şəhərə köçür. Ehtiyac içərisində yaşayan ata Ağabalanı buxar dəyirmanında işə düzəldir. Uşaqlıqdan fərasətli olan Ağabala çalışqanlığı sayəsində çox keçmədən birdən-birə sex müdiri təyin olunur. Bu müddət ərzində qəpiyinin qədrini bilir, pul yığır və çalışdığı dəyirmanı sahibindən alır. Beləliklə, əzminin, çalışqanlığının, zəhmətkeşliyinin qarşısını Ağabala artıqlaması ilə alır və dəyirmançı Ağabala Dəyirmanlar kralı Ağabala Quliyevə çevrilir. Olduqca mənalı həyat yaşayan Ağabala Quliyev haqqında əslində danışacaq çox söz var, amma çox təəssüf ki, buna vaxtımız yoxdur deyə söhbəti burada kəsməli olacağıq. Bu kənddə həm də bir neçə nəsillər məskunlaşıb və həmin o nəsillərin adları da məlumdur. Cümşüdlülər, Azmanlılar, Əfqanlılar, Kazımlılar və Suvanlılar. Keşlə də digər Bakı kəndləri kimi bir neçə məhəllələrə bölünür və adətən bu məhəllələr burada yaşayan nəsillərin adlarına görə adlanıb. Keşlədə isə bu belə deyil. Burada olan məhəllələrin özünə məxsus adları var. Məsələn, Hisli məhəlləsi, Umudlu məhəlləsi, Axund bağı məhəlləsi və s. Biz bugün sizə Keşlədən, Keşlənin tarixindən danışdıq. Düzdür, çox təəssüf ki, bu kənd haqqında elə də ətraflı məlumat yoxdur, amma biz yenə də çalışdıq ki, öyrəndiklərimizi, bildiklərimizi sizə də çəkib göstərək. Belə, artıq getmək vaxtıdır. Özünüzü və təbiəti qoruyun deyib sizinlə sağollaşırıq. Görüşərik.